Salam əziz izləyicilər, bu mənim kanalımın ilk videosudur və ilk videoda sizə pizza reseptini çox praktik bir şəkildə sizə göstərəcəm. 2 stəkan südü bir qaba tökürük və çox az qızdırırıq. Daha sonra isə iri bir qaba unu əlavə edirik. Əvvəlcədən qızdırdığımız südü, şəkəri, duzu, mayanı əlavə edirik və çox az duru yağ əlavə edirik. Ölçülər aşağıda verilib. Yoğururuq. Ələ yapışmayan bir xəmir əldə olunmalıdır və mayalanmağa buraxırıq. Üzərini yaxşıca örtürük, hava keçirməsin. İndi isə üzərinə qoyacağımız ərzaqlara baxaq. Bəli, sosiska, kalbasa, burada hər birini mən göstərirəm sizə necə doğramışam. Sosuna mayonez və ketçupdan istifadə elədim. Pomidor, biber, bütün ərzaqlar bunlardır. Mən istifadə edəcəyim və hazırlayaq. Bəli, mayalandı. Xəmirimiz çox gözəl mayalandı. İndi isə buyurun. Bunu mən bu cür bəzədim. Siz də bir başqa cür edə bilərsiniz. Bişmiş halı çox ləzzətlidir, çox praktikdir. Hər birinizə nuş olsun.